Hə. Ordu Ay Evrim. Mənə qulaq as bir dənə. Ay Evrim. Mənim Miami'də evim var. Bu arada təzə almışam. Xeyirli olsun. İstanbulda 2 mərtəbəli villa aldım. Və dünyaca məşhur, hamınızın tanıdığı bir müğənni ilə duet oxuyuram. Yanın tökülün. Heç bilirsiniz kimdən? Ay Allah. Ölərsiniz, ürəyiniz partlayar. Lady Gaga ilə mahnı oxuyacağım, duet oxuyacağım Lady Gaga ilə. Bir səhnəni paylaşacağım. Bütün milyonlarla insan danışacaq. Azərbaycan, nə bilim Amerika, bütün Avropa məndən danışacaq. Lady Gaga deyib ki, belə geyinmək lazımdır. Belə ayaqlarımı göstərmə. Deyib belə gödək olsun, belə. İntihası Lady Gaga deyib ki, dalda nəsə olmalıdır. Hə, yəni xəbəriniz olsun dedim, biləsiniz. Məlumat verdim bir balaca. Allahın izni ilə görə Allah qismət eləsin də. Yəni qismət olub, sadəcə olaraq kontraktları bağlayırıq və pul tələblərimiz var onlardan. Qoy pullu göndərsinlər. Sonra Lady Gaga-nın əslində mən istəyərdim Elza Seyçahan olsun. Yəni onların geyim tərləri, o da bir dəfə ətlə çıxmışdı. Saçlarımda yığma kırçoskalar. Amma Lady Gaga mənə Maral Tahir qızından sonra mənim yanıma gəldi. Mən də ona görə qəbul edim. Hə. Bu kimdir görən?